Rəhman və Rəhim olan Allahın adı ilə. Bir şeyin nəcis olmasını 3 yolla sübut etmək olar. 1. Bir şeyin nəcis olduğuna insanın özünün yəqin etməsi və ya ağıl kəsən yolla əmin olmasıyla. Əgər bir şeyin nəcis olduğunu zənn edərsə, ondan çəkinməsi lazım deyildir. Buna görə murdar və paçlığa riayət etməyən, bu kimi məsələlərə laqeyd olan adamların yemək yediyi çayxana və mehmanxanalarda insan onun üçün gətirilmiş xörəyin nəcis olmasına əmin deyilsə, bunun eybi yoxdur. 2. Yalançılıqda müttəhim olmayan bir şəxsin öz ixtiyarında olan bir şeyin nəcis olmasını söyləməsi. Məsələn, arvadı, nökəri, külfəti öz əlindəki şeyin qab yaxud başqa bir əşyanın nəcis olduğunu söyləsə, o şey nəcisdir. 3. İki ədalətli kişinin bir şeyin nəcis olmasını xəbər vermələri. Amma bir şərtlə ki, onların nəcis olmasının səbəbini desinlər. Məsələn, filan şeyin qan ya sidik dəyməsindən nəcis olmasını desinlər. İnsan əvvəlcədən nəcis olan şeyin sonradan pak olub olmamasında şək edərsə, nəcisdir. Əgər əvvəlcədən pak olan bir şeyin sonradan nəcis olub olmaması barədə şək edərsə, pakdır. Hər ikisindən istifadə etdiyi iki qabdan və ya libasdan birinin nəcis olduğunu bildiyi halda, müəyyən şəkildə hansı birinin nəcis olduğunu bilməzsə, hər ikisindən çəkinməsi lazımdır. Əgər pak bir şey nəcis bir şeyə dəyərsə və onlardan biri və ya hər ikisi rütubətin bir-birinə keçəcəyi şəkildə yaş olarsa, pak olan şey də nəcis olar. İnsanın hansının nəcis, hansının pak olduğunu bilmədiyi iki şeydən birinə yaş olan pak bir şey sonradan toxunarsa, ondan çəkinmək lazım deyil. Yer, parça və buna bənzər şeylər yaş olduqları zaman bunların yalnız nəcasətin dəydiyi hissələri nəcis olur. Qalan hissələri pakdır. Xiyar və buna bənzər şeylər də eyni hökmdədir. Şirə, yağ və buna bənzər şeylərdən bir az götürüldükdə yeri boş qalmayacaq qədər axıcıdırsa, onun bir nöqtəsi nəcis olduğu halda hamısı nəcis olur. Amma əgər ondan biraz götürüldüyü zaman yeri boş qalacaq şəkildə qatı olsa və sonradan dolursa, bu halda yalnız nəcisin dəydiyi yer nəcis olur. Əgər sisanın zılı ona düşərsə, sadəcə onun düşdüyü yer nəcis, qalan hissəsi isə pakdır. Milçək və ya ona bənzər həşərat yaş olan nəcis bir şeyin üzərinə qonduqdan sonra uçub yenə yaş olan pak bir şeyin üzərinə qonarsa, insan da onun özü ilə birlikdə nəzasət daşıdığını bilsə, o pak şeydə nəcis olur. Əgər bilməsə, pakdır. Bədənin tərləmiş olan bir yeri nəcis olduğu halda, tər oradan bədənin ayrı hissələrinə yayılarsa, tərin yayıldığı yerlər nəcis olar. Əgər tər başqa bir yerə yayılmazsa, bədənin digər hissələri pakdır. Burun və boğazdan gələn qatı bəlğəmin içində qan varsa, qan olan hissələri nəcis, digər hissələri isə pakdır. Buna görə əgər bu bəlğəm ağzın və burunun xaricinə dəyərsə, bəlğəmin nəcis hissələrinin toxunduğuna yəqin edilən yerlər nəcis, şək edilən yerlər isə pakdır. Bədənə daxil olaraq nəcasətə dəyən bir şey, bayıra çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa pakdır. Buna görə bədənə batan iynə, bıçaq və buna bənzər şeylər xaricə çıxdıqdan sonra nəcasətə bulaşıq olmazsa nəcis deyildir. Quranın yazısını və eləcə də hörmətsizliyə səbəb olduqda vərəqini nəcis etmək haramdır. Əgər nəcis olsa, gərək dərhal suya çəkilsin.
Hətta vacib ehtiyata əsasən hörmətsizlik olmasa da nəcis etmək haram və suya çəkmək vacibdir. Nəcis mürəkkəblə Quran yazmaq, hətta bir hərf olsa belə, onu nəcis etmək kimi bir şeydir. Əgər yazılmışdırsa, ya suya çəkməklə, yonmaqla, ya da buna bənzər bir yolla həmin yazı aradan qaldırılmalıdır. Əgər Quranın vərəqi, yaxud Allahın, Peyğəmbər sallallahu əleyhi və aleyhim, İmamlar əleyhissalamın adı üstünə yazılan kağız kimi hörməti vacib olan şey tualetə düşsə, xərci az da olsa, onu çıxartmaq və suya çəkmək vacibdir. Əgər onu çıxartmaq mümkün deyilsə, vərəqin tamamilə aradan getməsinə yəqin etməyənə kimi o tualetə getmək olmaz. Həmçinin tualetə türbət düşsə və çıxardılması mümkün olmasa, tamamilə aradan getməsinə yəqin etməyənə kimi oraya getmək olmaz. Nəcis olan bir şeyin həm yeyilib içilməsi, həm də başqasına yedirdib içirdilməsi haramdır. İnsan birisinin nəcis bir şey yediyini və ya nəcis libasla namaz qıldığını görsə, ona deməsi lazım deyil. Əgər uşaq bir şeyin nəcis olduğunu və ya nəcis bir şeyi yuduğunu söylərsə, sözü qəbul edilməməlidir.